İmtahandan bir gün qabaq havanın gözəlliyi və imtahan günüm. Məncə hər şey aydındır. Allah kahretsin. Bir insan necə listeningdən pis ola bilər? Writing yaza bilməsən başa düşərəm. Readingdən dərd alırsan başa düşərəm. Elə demədik, ikimiz də listening. Amma yəni həqiqətən də çox ayrı vizyonsuz insanlarıq. Üstünə uşaqlar. Ya cavabı deyir axı sənə. Ağzına deyir ki, this is true answer. Və sən anlamır. Proqramda 4 dəfə geriyə atdım da eşidə bilməsin. Onu yaz. Tema bilsən nədir uşaqlar? Vegan deyir. Mən vegan deməmişdim deyib vegetarian yazdım. Bu da pisdir bu arada. Mən qeyrətimlə gedib niyonu yazmışam. Veganı eşitdin mi? Səncə vegan yazdım sonra dedim. Vegan deyildir lan, vegetariandır. Biz bunları necə səhv yazırıq? Bildiyiniz haldır üstümə IELTS materialı tökülür. Qısaca özətləsəm, bitirməli olduğum 10 dənə speaking sualı var idi. Onu bitirdim, reading, listening işlədim. Writingdən task 1-dən düşməyini istəmədiyim tək bir şey var idi. Table. Ona baxdım biraz və gəldi table düşdü. Yaxşı ki, baxmışam. Ya baxmasaydım nə olacağını düşünmək belə istəmirdim. Zayıfqandan vlog bağlanış çəkəndə qızlar. Nəsə dostlar, Ülker sabah imtahana qaçar. Öpürəm sizi. Bye bye.